Fetişizm normal bir şeydir. Bax, bilirsiniz necə hər bir şeyə biz normal deyə bilərik o halda ki, sənin həyatına bir zərər gətirmir, sənə məhdudiyyətlər yaratmır, sənin münasibətlərinə zərər vurmur. Nə bilim, malı var, pulu var, işi və gücü və can sağlığı var, zərər gəlmirsə heç nəyin. Onda bu normal sayılır, onda bu patologiya sayılmır. Yəni, sən bununla bağlı həzz hissi yaşayırsansa, həzz alırsansa və bu sənin münasibətlərini bir şey eləmir, münasibətlərin normal gedir, az çox. Yəni, ürəkvə yatan həyatında insan var. Sadəcə, bu bir sənin xüsusiyyətindir. Vacib deyil hamıya oxşasın. Baxın, odur da insan özünü qəbul etmək. Bax, görürsünüz, fetişizm normal bir şeydir, soruşursunuz. Tutalım, bu sizdə var və partnyorunuzda ya da var, kimdəsə var. Hə? Məsələn də tutalım, hələ belə götürək ki, sizdə var. Deyəndə ki, normaldır. Yəni, belə deyim də, insan özünü yenə də hər cür, bütün tərəfləri ilə qəbul etməlidir. Ancaq o halda insan rahat yaşır, huzurlu olur. Ancaq o halda o utanc hissi normalda olur. Başa düşdünüz necə? Yəni, lap tutalım, siz bilirsiniz ki, sizdəki fetişizm sizə müəyyən qədər zərər vurur, məhdudiyyətlər yaradır münasibətlərinizdə. Ya insan, tutalım, sizə münasibət yaratdığınız insan bununla bağlı sıxılır, sizdən uzaqlaşır. Tutalım, görürsünüz ki, hə, zərər vurur. Yenə də burada insan əsas bir dənə odur ki, fərqində olsun ki, bu mənə biraz zərər vurur. Bəlkə mən bunu necəsə tənzimləyim, daim insanlarla ünsiyyətimə zərər gəlirsə. Ya da ki, bu cür o başqa insan da mən həyatımda axtarıb tapa bilərəm ki, onun da fetişizmlə bağlı bir nə isə, necə deyim sizə, maraqları var, hobbiləri var. Nəsə bu insan üçün bu həzz yaşadır ona, düzdür? Yəni, özü kimi insanı da həyatda insan tapanda. Onda da birləşirlər, onlar bilirsiniz, bir-birlərini anlayırlar deyə artıq bilirsiniz, öz dünyaları, öz aləmləri olur, öz həyatları olur. Yəni, bir-birlərinə yenə burada zərər gəlmirsə, başqalarına zərər gəlmirsə, yaşaya bilirsiniz də həyatınızda, yuxunuza zərər gəlmir, iştahınıza, yəni gəlmir də, gəlmir heç nəyə. Mən çox uzatmayayım bunu. Başa düşdünüz necə? Yəni, insan tutalım görəndə ki, bir şey biraz normadan artıqdır, normallıqdan biraz çox, tutalım kənardır. Yəni, o demək deyil, siz pis birisiniz. Yəni, bax, utanc hissi budur da, insan özündə nələrisə də görəndə ki, tutalım, məndə bu biraz artıqdır, tutalım, məndə bu biraz zəifdir. Bu, özü ilə deməsin ki, mən birtəhər biriyəm, qəribə biriyəm, pisəm, o qədər də normal deyiləm, yaxşı deyiləm. Yox, deməsin də bunu. Bax, budur xronikləşdirən insanda. Bax, nəyəsə insan fikirləşir, məndə belə bir şey var. Və daim ağlında tutur, bax, hər kəsdə yoxdur. Axı, bu müəyyən insanlarda var, az bir insanda var. Hə, niyə məndə var? Niyə olsun ki? Niyə hamı kimi olmalıdır? Hamı kimi olmalı deyə bir şey yoxdur. Biz robot deyilik, biz kompüter, süni intellekt deyilik. Başa düşdünüz necə? İnsan çox mürəkkəb varlıqdır. O insan ki, tutalım belə bir, məsələn də, tutalım fetişizmdə, hər nədir də insanda, bax, nəyəsə maraqları var, nə bilim, BDSM falan, fərqi yoxdur da, hansısa bir seksual həyatı ilə bağlı, məsələn də, bir nəyəsə fantaziyaları var. O fantaziyalarını tutalım həyata keçirirsə, heç kəsə zərər gəlmirsə, hər şey normaldırsa, vəssalam da, hər şey normaldırsa, vəssalam. Yəni, siz çalışsaz ki, özünüzdə biraz qeyri-adi olan bir şeyləri dəqiq tərgizəsiz, yox, məndə olmasın, belə şey istəmirəm, bu normadan biraz kənardır, nə bilim, nədir. Niyə? Bəlkə bu sizə enerji verir, bəlkə bu sizə elə bir şeylər qatır ki, siz, necə deyim sizə, daha produktiv çalışırsınız, başqa, nə bilim, çalışdığınız sahədə daha, nə bilim, sizə maraqlı ideyalar gəlir. Yəni ki, buradan gələn enerji, buradan gələn o bir çox şeylər verir. Yəni ki, sizə müsbət təsir edən bir şeylər, onun mənfi tərəfləri yoxdursa və yaxud azdırsa, niyə onu insan istəsin ki, çıxarsın? Başa düşdünüz necə? Əsas bu, katastrofik bir durumlara bilirsiniz ki, gəlib çıxarmayacaq.
Hə, çıxara bilərsə əgər tutalım, yenə də bunu biraz azaldırsınız da.